Dəri salon, ambiyent işıqlanma, panoramik displey. Ümumiyyətlə, bura sanki sürücülük yeri deyil. Bura sanki şəxsi bir zonadır. Bu sükana baxın, şəxsən məndə dərhal Alman premiumlarını xatırladır, onun forması da, elə əl tutmağa da çox belə sanvallı görünür və mən burada plastik axtarsam, son dərəcə azdır plastik, tapa bilmədim burada. İki smartfon üçün naqilsiz şarj yeri var, iki Type-C portu, yeri gəlmişkən qoltuq altıda yer var ki, smartfonları hətta dezinfeksiya da etsin. Koreylər buna Ergomotion deyirlər. Təsəvvür edin ki, kreslonun içində 7 pnevma kamera var ki, onlar müxtəlif yerlərdə şişərək səni kip tuturlar. İdman rejimində isə tamamilə səni demək olar ki, qucaqlayır. Şüşələr 2 qatdır, ümumiyyətlə akustik komfort yüksək səviyyədədir. Görək mənə Xozeyin kimi, bax bu oturacaqda nə təklif edir avtomobil. Gördüyünüz kimi özüm üçün klimat kontrolu burada kökləyə bilərəm avtonom olaraq. Burada Type-C portları var. Eyni zamanda bütün funksiyaları bax buradan bu düymələrin və bu joystickin vasitəsilə tənzimləyə bilərəm. Və əgər ayaqlarım üçün narahatdırsa, görürsünüzmü? Mən artıq bax bu düyməni basmaqla qarşı-qarşıya sürüşdürə bilərəm. Orada hətta mənim can güdənim otursa da. Yeni K8-in eksteryeri futuristik olsa da, interyeri salonu daha dəbdəbəlidir. Amma bu rəqəmsal dəbdəbədir.